Bu sayıla paltarla James'i az baş başta sevir. Sonra cevabını yersin, denə. Deyirəm ki, elə mənə, Rəhimə adı da qoyulur, qadın adı. Rəhim sözünün mənası Allahın adıdır, yəni deyirəm. Rəhm edən, böyük nemətlər verən, Rəhimə qoyulur uşaqların adını, elə adı eşitmişəm adı, o anası qoyulur. İndi Allah şükür Paşazadənin də anası qoydu, atası qoyub adına. Allah şükür əvəzinə başqa ad tapamırlar. Ama adı hardan tapırlar? Dünyada elə adı yoxdur, ay sağ ol. Onun ucbatından da 50 yaşında şükür eləməyi öyrəm sənə. Şükür Allah ki, başa düşdüm ki, Allah şükür Paşazadə tövbə eləyə bilər də, ay sağ ol. Hamı tövbə eləyə bilər. Bilməyəndə avtomatik günahlar silinir. İflas eləməyim.